Avtomobillərini pərdə və plyonka ilə idarə edən sürücülərə qarşı bölgələrdə reydlərə başlanılıb. Ağdam rayon polis şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları rayonun Quzanlı qəsəbəsində qanunu pozan sürücüləri saxlayıblar. Avtomobilini görüntünü məhdudlaşdıran pərdə və plyonka ilə idarə edənlərə qarşı yol polisi əməkdaşları tərəfindən reydlərə başlanılıb. Növbəti reyd Ağdam rayonu Quzanlı qəsəbəsində keçirilib. Ağdam Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən keçirilən reyddə yol hərəkəti haqqında qanunun tələblərini pozaraq avtomobilin şüşələrinə görünməni məhdudlaşdıran, şəffaflığı korlayan pərdə və plyonkalar quraşdıran sürücülər saxlanılıb. Pərdə və plyonkalar avtomobillərdən sökülüb. Buna etiraz edənlərin avtomobilləri isə müvəqqəti saxlama dayanacağına aparılıb. Bu gün də reyd keçirməkdə məqsədimiz əsasən yol nəqliyyat hadisələrinin qarşısının alınması məqsədi ilə reydlər keçirir. Sürət həddinin aşması, texniki baxışdan keçməyən avtomaşınların texniki baxışa cəlb olunması üçün, sonra müəyyən avtomaşınlarda plyonkaların, qanunsuz pərdələrin olması ilə əlaqədar bu gün reydlər keçiririk. Reyd zamanı həmçinin yol hərəkəti qaydalarını pozan, avtomobilini texniki baxışdan keçirməyən sürücülər də saxlanılıb. Saxlanılan avtomobillərin sahiblərinə inzibati protokol tətbiq edilib. Daşqın Güneyli, Ziya İsmailoğlu, Elmir Həsənov, LTV Ağdam.